Təxminən 3 aya yaxındır ki, 6 saylı Gəncə neft baza sahəsi fəaliyyətini dayandırıb. Qurumun işləməməsinə bir çox səbəblər gətirilir. Amma reallıq ondan ibarətdir ki, bazaya benzin, dizel yanacağı gəlmir. Qısa arayış verək ki, 6 saylı Gəncə neft baza sahəsi Gəncə və ətraf bölgələri yanacaqla təmin edir. Sahə işini dayandırdıqdan xırda yanacaq doldurma məntəqələrinin bir çoxunda problem yaşanmaqdadır. İşçi heyəti və buradan yanacaq daşıyan şəxslərə bildirilib ki, indiki halda Bakıdan yanacaq gətirsinlər. Bir vəziyyət isə sürücülərə sərf etmir. Qiymət başa gəldiyindən onlara hər hansı bir sifariş verilmir. Sürücülərin özlərinə belə paytaxtdan yanacaq daşımaq gəlir gətirmir. Məsələ ilə bağlı Soqar Petroleum QSC-nin mətbuat xidmətindən bildirildi ki, quruma məxsus Gəncə neft bazası sahəsində sentyabr ayından etibarən əsaslı təmir işləri başlanılmış və bu məqsədlə obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Qeyd edək ki, neft bazası sahəsi strateji əhəmiyyətli obyekt olduğundan texniki nasazlığın vaxtından arada qaldırılmaması potensialı qəza təhlükəsi yarada bilər. Bunun qarşısını almaq məqsədi ilə bütün təhlükəsizlik qaydaları, normativ tələbləri nəzərə almaqla təmir işləri həyata keçirilir. Təmir işləri başa çatdıqdan sonra Gəncə neft bazası sahəsinin fəaliyyəti bərpa ediləcək. Mövcud vəziyyətlə bağlı sahibkarlardan anlayış göstərmələrini xahiş edirik. Həmçinin bildirib ki, sahibkarlar müvəqqəti olaraq Bakı şəhərində yerləşən 1 və 22 saylı neft bazadan istifadə edə bilər. Cəmilə Nəsir qızı, Nazir Quliyev, Həcər Həsənov, bugün informasiya proqramı üçün.